İkinci sualın həllinə baxaq. 2 kiloqram kütləli cismin impulsun proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Bizdən təcrübənin proyeksiyasının zamandan asılılıq qrafikini istəyir. Qüvvə impulsun dəyişməsinə bərabərdir. Qüvvənin əvəzinə biz M yazaq. Və buradan təcili tapsaq, A bərabərdir. Delta P bölünsün M delta T olacaq. İndi ayrı-ayrı zaman aralığında təcrübənin proyeksiyasını hesablayaq. Deməli 0,5 saniyə ərzində təcrübənin proyeksiyasını hesablasaq, bunu A1x-dən işarə edirəm, bərabərdir. Delta P 10-dur, M 2-dir, T də 5-dir. Bu bərabər olur 1 metr bölünsün saniyə kvadrat. 5-10-cu saniyə zaman aralığında impulsun dəyişməsi 0-dır, impuls sabit qalır. Ona görə təcrübənin proyeksiyası da 0-a bərabər olacaq. 10-15-ci saniyə zaman aralığında impulsun dəyişməsi 20 metr bölünsün kiloqram vurulsun metr bölünsün saniyədir. Onda təcrübənin proyeksiyası 20 bölünsün 2 vurulsun 5 olacaq. Bu da bərabərdir 2 metr bölünsün saniyə kvadrat. Və bunu təcrübənin zamandan asılılıq qrafikində quraq. Deməli, təcrübənin proyeksiyasının zamandan asılılıq qrafikidir. İlk 5 saniyə ərzində təcrübənin proyeksiyası 1 olur. Sonraki 5 saniyə ərzində təcrübənin proyeksiyası 0-dır. Sonraki 5 saniyə ərzində isə təcrübənin proyeksiyası 2 metr bölünsün saniyə kvadratıdır.